Kollektiv fəaliyyətdə hədəfə doğru hərəkət etmək və onlara tez çatmağın bir neçə şərti var. İlk növbədə qaydalara riayət etmək lazımdır və nəhayət fundamental prinsiplərə də hörmətlə yanaşmaq. Və indiki zamanda biz görürük ki, dünyanın müxtəlif platformalarında həqiqətən də gərgin bir vəziyyət yaranır. O cümlədən Avropa qitəsində. Və təbii ki, burada müxtəlif mövqedən çıxış edən qüvvələr bəzi hallarda düz yerdə görürsən ki, problemlər tapırlar və lazımsız işlərə diqqətlər yetirirlər. Beləcə də resursları nahaq yerə xərcləyirlər. Və əlbəttə ki, belə olduğu halda ilk növbədə çağırışlar olmalıdır ki, bütün iştirakçılar, bütün oyuncular hamısı bir nöqtəyə vursunlar. Yəni, hədəf əgər eynidirsə, onda gərək hamı həmahəng fəaliyyət göstərsin. Bir də ki, əgər gündəmdə sülh məsələsi, inteqrasiyanın genişlənməsi varsa, deməli, həqiqətən də bu hamının maraqlarına və gözləntilərine cavab verən məqamlardır. Amma təəssüf ki, hələ belə deyil. Salam, hörmətli tamaşaçılar. Bilirsiniz ki, indi çox qaynar bir mövzu var. Demək, bizim yaxın qonşu ölkəmizdə İrəvanda Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısı keçdi. Bu günlər Prezident İlham Əliyev bu tədbirə qoşulmuşdur və onlayn rejimdə onun çıxışı olub və çox böyük bir əksədə doğuran çıxışdır. Çünki həqiqətən də Azərbaycan dövlətinin rəhbəri çox vacib, aktual və hətta qıcıq doğuran məsələlərə aydın bir münasibət bildirir. Və ona görə də bunun çıxışı, bizim prezidentin çıxışı çox böyük reaksiya doğurur. Biz bu günləri bax proqramımızda bu məsələyə toxunacağıq. Çünki Avropa İttifaqı, Avropa Birliyi, Avropa ümumiyyətlə qitəsi deyəndə orada çoxsaylı problemlər var. Və bəzi hallarda da o problemlərin öhdəsindən gəlməkdən ötürü görürsən ki, bəzi ölkələr, bəzi qüvvələr sabotaj taktikasına keçirlər. Bu belə olmalı deyil. Beləliklə, bizim bugünkü proqramımızın iştirakçılarını sizə mən təqdim edirəm. Milli Məclisin deputatları Azay Quliyev və Tahir Mirkişili. Mən sizi bir daha salamlayıram, hörmətli qonaqlarımız. Və elə bilirəm ki, bugünkü bax bu mövzu özü özlüyündə artıq müxtəlif səviyyələrdə də müzakirələr doğurur. Çünki insanlar istər-istəməz tək siyasi xadimlər yox, tək maraqlı olan tərəflər yox, hətta adi insanlar bu proseslərə çox diqqətlə yanaşırlar və çalışırlar ki, bu düzü yanlışdan ayıra bilsinlər və həm də proseslərin o məğzinə varsınlar ki, nəyə görə bəzi hallarda büdrəmələr baş verir. Azay, mən istəyirəm sizdən başlayaq və təbii ki, Prezident İlham Əliyevin çıxışında çox kritik nöqtələr var idi, yəni tənqidi yanaşma var idi və əsaslıdır bu. Bunu dünya birliyi də bilir, bunu siyasi dairələr də bilirlər və təbii ki, burada o standartlar ki, artıq belə deyək də, dəbdədir, bəzi hallarda bəzi qüvvələr tərəfindən müxtəlif tərzdə yozulur və onlara hətta çox, belə deyək, saxta bir yanaşmalar tətbiq edilir. Bax, niyə belə bu proseslər baş verə-verə, bəzi qüvvələr isə onlara ikili standartlarla yanaşırlar? Çox sağ olun, Tofiq müəllim. Əlbəttə, Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısının İrəvəndə keçirilməsi və Cənab Prezidentin video formatda açılış nitqi söyləməsi və siz dediyiniz bir çox məsələləri və bütövlükdə Avropa institutlarının bugün aşınmış və prinsiplərinin və dəyərlərinin bir növ unutduğu bir mühitdə onlara qarşı açıq fikirlərini bildirməsi, mən sizə deyim ki, çox ciddi siyasi effekti oldu. Onun çox böyük bir siyasi təsiri oldu. Bu bizim üçün yeni deyildi. Yəni biz neçə müddətdir ki, bizim bunlardan da danışmışıq dəfələrlə, bir xalq olaraq, dövlət olaraq bunu yaşamışıq. Amma bu dəfə fərqli bir format idi. Birinci olaraq fərqli format idi ki, Cənab Prezident ilk dəfədir ki, məhz Ermənistanda keçirilən bir tədbirə, böyük bir siyasi toplantıya xitab edirdi. Və yiyəcəmiş onu deyim ki, siz yəqin ki, baxdınız açılış nitqində, məsələn, Cənab Prezident ilk açılış nitqi söyləyənlər sırasında oldu və mən deyərdim ki, həm də bu dövlətimizə və prezidentimizə olan bir hörmət idi və bir məqamda deyim ki, demək olar ki, bütün çıxışlarda Cənab Prezidentin o sülh müraciətdə istinadlar oldu, təşəkkürlər edildi və s. Amma burada biz iki hissəyə ayırmalıyıq Cənab Prezidentin çıxışını və birinci hissədə bütövlükdə Cənubi Qafqazda baş verən hadisələr, sülh gündəliyi ilə bağlı Azərbaycanın əldə etdiyi nəticələr, Ermənistanla birlikdə girilən yol, Vaşinqton razılaşması, kommunikasiyaların açılması, TRIP daha doğrusu layihəsinin Trumpın beynəlxalq
deməli, layihəsi ilə bağlı olan hazırki məqamlarla bağlı öz fikirlərini qeyd etdi və nəhayət siz dediniz ikinci bir mərhələyə keçdi. Bu mərhələ nədir ibarət? Yəni, bu çıxışın əsas səsi ondan ibarət idi ki, bugün Avropa İttifaqı baxmayaraq ki, sülh prosesində bölgədə aparılan işlərə dəstək verir, amma Avropanın digər iki institutu, iki təsisatı, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası tamam fərqli bir, deməli, siyasi həyata keçirdi. İndi Cənab Prezidentin orada dediyi fikirləri ümumi şəkildə biz əgər şərh etsək, nələri biz deyə bilər? Birinci, onu deyə bilərik ki, məhz Avropa Parlamentinin, Avropa ölkələrinin, ayrı siyasətçilərin ikili demək, standartlara söykənən mövqeyini, ikrah doğuran mövqeyini, qərəzli mövqeyini, düşünmə mövqeyini açıq şəkildə onların üzünə dedi. Yəni, hamı orada durub, bütün Avropa liderləri və orada qeyd etdi ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr birbaşa Azərbaycanın milli maraqlarına deməli, ziddir, milli maraqlar hədəf alıbdır, biz bundan barışa bilmərik. Və həm də sülh prosesinə ziddir. Birbaşa sülh prosesinə ziddir. Özə bunu birbaşa Ermənistanda dedi. Və necə ola bilər ki, bir ölkə öz ərazi bütövlüyünü təmin etdiyinə görə, suverenliğini bərpa etdiyinə görə və müharibə cinayəti törətmiş şəxsləri, caniləri cəzalandırdığına görə o hədəfə gətirilir. Qeyd etdi ki, necə ola bilər ki, 2020-ci ildən bəri, təsəvvür doğrudan da bu çox rekord bir göstəricidir ki, 2021-ci ildən bəri, yəni 2-ci Qarabağ Savaşından bəri 5 il keçibdir, 5 ildə 14 dənə Avropa Parlamenti qətnamə qəbul edibdir. Avropa Şurası Parlament Assambleyası Azərbaycan öz suverenliyini təmin edən kimi Azərbaycan nümayəndə heyətinin mandatını sual altına aldı və biz oradan sonra məcbur olduq ki, imtina edək, əməkdaşlıqla yaxud da iştirakla imtina edək. Amma burada ikinci bir mesaj nədən ibarətdir? Avropa Parlamentinin bu hərəkətlərinə, aşmanın bu hərəkətlərinə Azərbaycan dözüm nümayiş etdirməyəcək. Necə ki, indiyə qədər nümayiş etdirməyibdir. Azərbaycan, ümumiyyətlə, bu mesajın bir anlamı da oydu ki, şantaj dili ilə, ultimatum formada, təzyiqlə nəyisə nail ola bilməzsiniz. Əgər şantaj böyükdən olacaqsa, ona adekvat reaksiya veriləcək. Necə ki, mayın 1-də Cənab Prezidentin qeyd etdiyi kimi, Milli Məclis qəti və prinsipal qərar qəbul etdi. Avropa İttifaqı və Parlamentlərarası Əməkdaşlıq Komitəsindən, eyni zamanda Euronest Parlament Assambleyasından əməkdaşlıq bir dəfə dayandırıldı. Artıq biz həmin qurumlardan rəsmi olaraq, olsa de facto biz onların əməkdaşlığı dayandırmışdıq. Onların bu sərsəm siyasətinə görə, qərəzli mövqelərinə görə. İndi faktiki olaraq biz onu hüquqi baxımdan da başa çatdırmağı planlaşdırırıq. Və sonraki bir məqam siz dediniz. Bugün həmin qurumlar faktiki olaraq deməli, Cənubi Qafqazda sülh prosesini tamamilə sabotaj edirlər. Baxın, onları indiyə qədər qəbul etdiyi bir dənə qətnamədə, bir yanaşmada belə bir mənt varmı ki, doğrudan da bu prosesi dəstəkləsinlər və yaxud da Azərbaycan həyata keçirdiyi bu konstruktiv. Bugün bilirsiniz də Azərbaycan siyasəti olmasaydı, mövqeyi iradəsi olmasaydı, Cənab Prezidentin konkret olaraq prinsipalıq olmasaydı, Cənubi Qafqaz sülh olmayacaqdı. Bunu dəstəklədilərmi? Dəstəkləməlidir, xeyr. Və növbəti məsələ, hesab edirəm, buna da biz diqqət ayırmalıyıq. Bu, ondan ibarətdir ki, Cənab Prezident çıxışında Avropa İttifaqı ilə Avropa Parlamentinin fikir verisi tamamilə ayrıdır. Hətta Avropa İttifaqını təşəkkür etdi ki, Ermənistan Azərbaycan normallaşma prosesində öz dəstəyini verdi. Həm də bu o deməkdir ki, bir çox dairədə bugün Avropa İttifaqı ilə Azərbaycan arasında olan bu əməkdaşlığı, enerji sahəsində olan işbirliyini pozmaq istəyirlər. Siz o kampanya ilə bağlı yəqin ki, sizin tribuna açıq-aşkar bu görünən bir trenddir. Dəfələrlə müzakirə elədik. Yəni bu o dairələrə də bir mesaj idi ki, Avropa Parlamenti aşmanın o yaratma siyasəti, aşmış siyasəti bir tərəfə, amma Avropa İttifaqı ilə, Avropa ölkələri ilə bizim münasibətlərimiz və əməkdaşlığımız davam edəcəkdir. Həm də sonda bir şey də demək istəyirəm ki, bu mesajın bir mənası da ondan ibarət idi ki, Azərbaycan bu prosesdə onsuz da heç də itirmədi. Onsuz da bizim ən dar vaxtımızda, ən çətin vaxtımızda nə aşmadan, nə Avropa Parlamentin biz dəstək görmədik. Bugün münasibətlərin kəsilməsində hesab edirəm ki, Azərbaycan yox, qarşı tərəf daha çox şey itirir. İtirir, əlbəttə ki. Buna görə də biz heç də itirmirik. Bəli, həmin təşkilatlar, həmin birlikdə qoy özləri fikirləşsinlər ki, niyə belə bir rəzil vəziyyətə gətirib saldılar həmin qurumları, niyə dəyərsizləşdilər? Özlərinin işlərini. Və nəhayətdə itirən kim oldu? Həmin qurumlar oldu. Gəlin onda bir prezidentin bugünkü çıxışından bir fraqmenti dinləyək. Çünki bir gün mən qeyd etdiyim kimi, dövlət başçısı həqiqətən də bütün məsələlərin hamısını aktual bir tərzdə səsləndirdi və açıq-aşkar bildirdi ki, problemlər nədədir. Diqqət edək.
həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm. Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurasının Parlament Assambleyasıdır. Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim. Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdir. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT-nin Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. 4 ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi. Əfsuslar olsun ki, ikili standartlar bugün sanki AŞPA-nın bir iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbul edilməzdir. Çox təəssüf ki, manipulyasiya və saxtakarlıq demək olar ki, Avropa Parlamentinin bəzi nümayəndələrinin belə deyək də iş üslubuna çevrilib və onlar heç də çəkinmirlər belə bir biabırçılıqdan. Əksinə, hətta inadkarlıq göstərirlər və bu çox, mən deyərdim, xoşa gəlməz bir prezidentdir və digər tərəfdən də ümumiyyətlə bu institutun özünün fəaliyyəti ilə bağlı suallar doğurur ki, ümumiyyətlə belə bir platforma lazımdırmı? Əgər üzv ölkələrin səsi eşidilmirsə, onların nümayəndələrini heç kəs məhəl qoymursa onlara, bu nəyə lazımdır? Ümumiyyətlə, bunlar nəyin uğrunda mübarizə aparırlar və belə bir əməkdaşlıqdan fayda qazanmaq mümkündürmü? Burada daha bir məqam var, çox vacib, mən deyərdim, bir sual doğurur Azay müəllim. İndi mən bayaqları Tahir müəllimə dedim ki, Avranest mövqeyi ilə Tahir müəllim özü istifa verib, siz də istifa vermiş bir siyasətçilərimizdənsiz, yəni Avropa təsisatlarında. Mən o məqamı da istəyirəm vurğulayım burada və uzun müddət ATƏT-PAD-da da iştirak etmişsiniz, hətta ona sədrlik də etmişsiniz, sonra alt qurumlarında struktura rəhbəri etmişsiniz. Baxın, necə bu proses baş verir? Əgər Avropa Parlamentinin vaxtaşırı tərkibi dəyişilir. Yəni, 4 il, 5 ildən sonra bir qrup gəlir, o birisini əvəz edir və s. Yəni, siyasətçilərin özləri dəyişilir, yeni heyətlər artıq işə başlayırlar. Amma ənənələr, köhnə ənənələr üzərində elə bunlar öz diqqətlərini saxlayırlar və həmin o mənfur yanaşmaları təkrarlayırlar. Bu niyə belə olur? Niyə baş verir? Yəni, bax, bu məsələnin, bu paradoksun kökü nədədir? Bu çox vacib və aktual sualdır. Əslində baxanda bütün bu baş verən hadisələrin cavabını burada axtarmaq lazımdır. Məsələn, dünyada çox mötəbər qurumlar var, BMT var, Qoşulmama Hərəkəti var, İslam Əməkdaşlıq Təşkilatı var, Asiya Əməkdaşlıq Qurumu var, TÜKPA və s. Müxtəlif zəmində, müxtəlif dəyərlər ətrafında birləşən qurumlardır. Avropa Parlamenti ilk baxışdan belə təəssürat yaratmalıdır ki, 27 ölkəni birləşdirir, insanlar seçilir xalq tərəfindən, konkret olaraq Avropa İttifaqının, Avropanın öz maraqları var, o maraqlara sökənə siyasi həyata keçirməlidir. Qəbul etdiyi qərarlarda obyektiv olmalıdır, nümunəvi olmalıdır. Çünki axı bir vaxtda Avropa daha çox parıldayan, daha çox belə cəlb edici bir məkan idi. Cazibəsi olan bir həm qitə, həm də onun institutu. Axı, beynəlxalq hüquq sistemi həm də Avropa liderlərinin, həm də Avropada 2-ci Dünya müharibəsindən sonra yeniləndi. Yəni, Avropa ümumiyyət dünya düzənində, dünyanın təhlükəsizlik arxitekturasının formalaşmasında çox önəmli yerə var olan malik olubdur. Hasan bəy, üzr istəyirəm, yəni Avropa məktəbi deyilən bir məfhum var idi. Tamamilə doğrudur. Avropa mədəniyyəti, Avropa təhsili, Avropa fəlsəfəsi, Avropanın nə bilim nümunələri, nə bilim təcrübəsi, hər şeyin. Axı, bax, doğrudan da sual olunur. Şəxsən mən bunu əminəm ki, Tahir müəllim də bu sualı ətrafında çox belə də baş sındırmışıq ki, axı niyə? Bax, Azərbaycan hər şeyi etdi. Deyir, sülh yaratsın,
yaratdı. Son 80 ildə ilk dəfə də ərazi bütövlüyünü bərpa etdi. Regionda yeni rifah gətirir. İşğalçı ölkəyə məğlub etdikdən sonra sülh əlini uzatdı. Yaxşı, başqa nə etməlidir ki, Avropa parlament bunu qəbul etsin, bunu dəyərləndirsin, Avropanın birbaşa marağına uyğun olan siyasətə dəstək versin. Mən o günü Milli Məclisdə də çıxışımda qeyd etdim. Yəni, Avropa bugün Rusiyadan enerji asılılığından yaxa qurtarmaq üçün Azərbaycana üst tutub. Azərbaycan bugün növbəyə dayanıblar, nə qədər ölkələr gəlir. Bugün də elə İtaliyanın baş naziri Azərbaycandadır. Və biz əlbəttə ki, öz maraqlarımız çərçivəsində hər bir şey edirik. O cümlədən də Avropanın bugün kritik, ehtiyac duyduğu enerjidən təmin edirik. Əlbəttə. Yəni, ilk məntiqlə o xalq tərəfindən seçilən o deputatlar məhz xalqın maraqlarını güdməlidir. Amma bu baş vermir. Doğrudan niyə baş vermir? Nə baş verir orada? Deməli, araşdırsaq, bunu tam təhlil etsək, gəldiyimiz nəticə var. Demək ki, həmin o qurumlar, daha doğrusu həmin o qərar qəbul edən fraksiyalar, yaxud da siyasi qruplar qətiyyən Avropanın marağından çıxış etmirlər. Hətta çox maraqlıdır ki, bugün hətta Yaşıllar İttifaqının bir bəyanatı oldu bir neçə ay bundan öncəki. Necə ola bilər ki, Avropa parlamenti daha çox Avropa İttifaqına üzv olmayan ölkələr haqqında qərar qəbul edirlər. Öz ölkələrində qalan problemlər cənab prezident onu sadaladı. Yeyəcəm çox açıq. Net olaraq onların üzrünə dedi ki, sizdə ksenofobiya var, islamofobiya var, antisemitizm var, miqrasiya məsələləri var, nə bilim, əmək hüquqları pozulması məsələləri var. Hələ az dediniz, okeanı çoxaltma olar. Niyə siz onların üzərində dayanmırlar? Fokuslanmırsınız, gəlib Azərbaycanda caniləri müdafiə edirsiniz. Aha, demək ki, burada sual olunur. Kim Sifarişçi kimdir? Azərbaycanda Cənubi Qafqazda sülhü istəmir? Kim caniləri, müharibə canından azad olmasını istəyir? Kim yenə də münaqişə narrativlərini, nifrət narrativlərini meydana gətirmək istəyir? Bunun iki dənə cavabı var. Birinci, özünün siyasi mövcudluğunu məhz bu cür qanda, bu cür qarşıdurmada görən erməni diasporu, hansı ki, bunun bir şəbəkəsini hər yerdə görürük. İkinci, özünün geosiyasi varlığını artıq itirməkdə olan və bununla da yenidən müəyyən münaqişə formasında bu bölgəyə pərçimlənmək istəyən, girmək istəyən dairələr. Bunun başqa adı yoxdur. Ona görə də baxın, elə siz Avropa parlamentinin keçmiş korrupsiya dosyasına baxsanız, son 4-5 ildə, məsələn, Yunanistandan olan deputat Avropa parlamentinin vitse-spikeri Ebe Kaylın o Qətərgeyt məsələsi. Bəli. Nə qədər rüşvət almışdı? 1 milyon təkcə avro onun ətrafında olan adamlardan pul toplandı. Belçika nümayəndələrində Belçika nümayəndəsi qalmaqalı üzə çıxmışdı. Yaxud da Russia Gate deyilən bir hadisə oldu. Orada da Rusiyanın maraqlarını güdən nə qədər parlamentarilər vardı. İntihari məmnən biz Ahtəpada da olmuşuq. Mən Evranisdə də olmuşam. Orada da biz şahidi olmuşuq ki, bu cür dairələrin təkcə Rusiya deyil. Məsələn, Fransanın öz maraqları var. Məsələn, siz fikir verin. Son dövrlərdə kimlər qərar qəbul etdi? Niderland, Belçika, arxasından isə ayın 30-da cənab prezident qeyd etdi ki, 4 gün deməli siyasi samitə qalmış Azərbaycanla bağlı yersiz bir 4 dənə maddə əlavə etdilər. Deməli, burada kimsə bunun qarşısını almaq istəyir. Deməli, burada maraqlı tərəfdə budur. Mən bir də Okampo məsələsinə qayıdıram ki, Okampo zaten o sxemi açdı otağa tökdü. Dedi, Borel, keçmiş ali komissar mənim indi, necə deyərlər, əmrimə müntəzirdir və mən deyirəm orada o deputatı qaldır, o deputatı sual ver, Ursula von der Leyen'dən nə bir problem yox. Ona görə də, Toy müəllim, artıq qərarlar prinsiplə, prosedurlar əsasında qurulmur. Orada necə də qərar qəbul? Həmişə mən, tarih mənim yaxşı tanıyır, Ahtəpada komitə sədriydi, İspaniyada olan deputat Sanchez Samar. İndi Avropa parlamentində çox tanınmış aktiv deputatlardan İnsanlar Komitəsinin üzvüdür. Toy müəllim. Mən bu şeydə şəxsi münasibət yazdım ona ki, bu nədir, sizin xəbəriniz var mı buna? Dedi ki, mən xəbərim yoxdur bu qərar qəbulu. Azərbaycandan bağlı belə bir qətnamənin qəbulunda xəbərim yoxdur. Demək necədir də bunlar gedir, onların ayrıca deməli köməkləri var. Onların siyasi əlaltıları var. Onlar hazırlayırlar, gətirirlər. O qədər məsuliyyətsiz, o qədər qeyri-ciddi bir quruma çevrilib ki, həm korrupsiya
deməli maraqlar, maddi maraqlar çərçivəsində həm siyasi sifarişlər çərçivəsində qərarlar qəbul edir. Onlar üçün maraqlı deyil. Avropa İttifaqının maraqları burada qorunmur. Həmin Akompa da demirdi ki, biz indi başlamışıq Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji müqavilələrini təftiş etmək. Hətta Avropa Ədalət Məhkəməsinə biz onları mübahisələndirmək istəyirik. Yəni bu adamlar görün hara qədər gedə biliblər. Ona görə də bəli, belə bir çürümüş, belə bir prinsiplərdən primitiv olan, prinsiplərdən. Bəli, yox, bütün o qəbliyyətsiz nətərdir. Həm də qeyri-sağlam. Yox, onların axı öz dəyərləri var. Nizamnamələrində baxsan görərsən ki, o qədər gözəl şeydə yazıblar. Amma digər İnsan hüquqlarından tutmuş, bərabərliyə qədər, beynəlxalq hüquqa qədər, amma beynəlxalq hüququn bütün deməli maddələrini alt üst ediblər. Siz bayaq sual verirsiniz, Tahir müəllim də dedi. Siz elə bir ondan bundan da xəbəri yoxdur. Əlbəttə. Elə bir ondan beynəlxalq hüququ bilmirlər. Deməli belə çıxır, Qazan müəllim, deməli belə çıxır ki, bunlar Avropa Parlamentinin səhnəsini ümumiyyətlə bu platformanın özünü bir siyasi al-ver məkanı kimi qarşılayırlar. Bir mənalı. Bunlar biznes üçün gəliblər. Tamamilə onun başqa legitim əsası yoxdur. Bunun bir ağlı, məntiqi yoxdur ki, niyə yenə deyirəm, Azərbaycan bugün bölgədə, bax, deyir, Koçda deyir, bizə hekayə lazımdır. Mən bu keçən həftə ATƏTPA'nın büro iclasında da bizim bəzi büro üzvləri Azərbaycanın bu məsələni doğrudan çox böyük bir hekayə kimi onu təqdim etmək istəyir. Etsinlər, biz buna etiraz etmirik. Amma bu hekayəni onlar yaratmayıblar. Bunu Azərbaycan biz yaratmışıq, əlbəttə ki. Bizə dəfələrlə ərazi bütövlüyümüzü, suverenliyimizi bütün sənədlərdə əks olunması üçün biz bir qapı-qapı gedirdik, xahiş edirdik. Belə də rica edirdik ki, bunu qəbul edəcək ola bilər axı. Cənab prezident nə dedi? Azərbaycan ərazi bütövlüyü eyni dəyərə malik olmalıdır. Necə biz Ukraynanı müdafiə edirik, Moldovanı müdafiə edirik, Gürcüstanı müdafiə edirik, bizi etmirik. Ona görə də indi baxın, görün, siz ilahi ədalətə bax ki, Azərbaycan bunu öz gücünə edib, indi Azərbaycanın gördüyü bu işlərdən bunlar dividend qazanmaq istəyirlər. Hətta Avropa Siyasi Birliyində belə bir uğur imzalandı, belə bir uğura imza atdı deyirlər. Amma təbii ki, bütün bunlar hamısı bir də onu göstərir ki, biz çox doğru qərar qəbul etdik, burada uzaqlaşdıq. Və bu bizim parlamentimizin əlbəttə ki, bir mənalı şəkildə bu bizim